Bu gün biz əlimdə tutduğum modemlər vasitəsilə test Wi-Fi hücum həyata keçirəcəyik. Təbii ki, laboratoriya şəraitində və mən algılanma olduğunu istəyirəm sizlərə nümayiş etdirim. Yəni test zamanı, yəni hücumlar zamanı bu algılana bilərmi? Kimsə hücum eləyərsə, yəni yaxalanması mümkündürmü? Biri hücum mövqeyə daşıyacaq bir modem, digəri isə sensor, yəni yaxalanma mövqeyə daşıyacaq. Mən arxa fonda Kali və custom yazdığım skript vasitəsilə serverə bağlamışam. Onu sizlərə nümayiş etdirəcəm. Belə deyək və biz burada baxırıq. Görürük ki, məsələn, digəri Kali, digəri isə bir tərəfi isə mənim qurduğum customdur ki, dinləyir o mövqeyi. İndi mən sistemi başladacağam. Başladanda məsələn telefona görürsünüz ki, indi SMS yoxdur, SMS və zəng gələcək. İndi mən sistemi başladıram. Başladı. Aha. Başlatdığım zamanda indi baxırıq. Müəyyən bir müddət keçən sonra zəng və SMS-in gəldiyini görəcəyik. Yəni algılanan vasitəyə zəng gəldi. Əla. Və SMS-in gəldiyini görürük. SMS-i yoxlayırıq. Və doğrudan da SMS vasitəsilə bildiriş gəldiyini görürük.